Fazıl müəllim, izləyicimiz belə bir sualla müraciət eləyir. Fazıl müəllim, neçə illərdir videolar hazırlayırsınız? Ateistlərlə debata çıxırsınız. Heç olubmu ki, hansısa ateist birdən-birə dindar olsun? Maraqlı sualdır. Baxın, ümumiyyətlə belə götürək, ilahiyyatçıların məqsədi bu deyil ki, məsələn belə deyək, Azərbaycanda hamı namaz qılan olsun, Azərbaycanda hamı dindar olsun. Belə bir məqsədimiz yoxdur. Bizim məqsədimiz əsas bundan ibarətdir ki, insanlar din barədə doğru düşüncəyə sahib olsunlar. Bax, bu çox mühüm nöqtədir. Və bütün fəaliyyətim, yəni dini sahədə bütün fəaliyyətim buna köklənib ki, insanların din barədə olan məlumatları doğru məlumat olsun. Məsələn, bəziləri düşünür ki, və bunu öz sözləri ilə bildirirlər ki, İslam dini ərəbin dinidir. Quran ərəblərə gəlib. Quran ərəbin kitabıdır. Onun kitabından, onun dinindən bizə nə? Biz bu yanlışlığın qarşılığında bunu izah etməyə çalışırıq ki, əgər Quran-ı Kərim doğrudan ərəblərə nazil olmuş olsaydı, əgər İslam dini ərəblərə aid olmuş olsaydı, biz həmin o Quran-ı Kərimdən heç olmasa bir ayə ey ərəblər namaz qılın, ey ərəblər oruç tutun, ey ərəblər onu eləyin deyə belə bir ayələrə rast gələ bilərdik. Halbuki Quran-ı Kərimdə belə bir ayə yoxdur. Bunun əksi var. Ya əyyuhən-nas, ey insanlar. Yəni bu kitab bütün insanlığa aid olan ayələrlə gəlibdir. Ona görə bizim əsas məqsədimiz bu deyil ki, bütün insanlar namaz qılan olsun, bütün insanlar dindar olsun. Xeyr, bizim əsas fikrimiz budur ki, insanlar din barədə doğru düşünsünlər. Bu məsələnin bir tərəfi. İkinci bir tərəf ki, əsas suala gəlirəm. Əslində ilahiyyatçı əgər din barədə insanlara danışırsa və ya debatlarda iştirak edirsə, ateizm barədə müəyyən sözlər deyirsə və dəlillər gətirirsə, bu demək deyil ki, biz dəlili deyən kimi qarşı tərəf dərhal iman gətirməliyik. Xeyr, bu bənzəyir bir insanın toxum əkməsinə. Baxın, toxum əkilir. Bir neçə müddət keçməlidir, ona gün dəyməlidir, ona su dəyməlidir, torpaqdan müəyyən qidalar almalıdır ki, o cücərsin və bir neçə ildən sonra meyvə versin. Yəni ilahiyyatçıların, bu din alimlərinin fikirləri bu deyil ki, elə bugün mən deyən kimi gərək qarşı tərəf dərhal dindar olsun. Xeyr. Yəni bu bir toxum əkməyə bənzəyir. Yəni o insan bir söz məndən eşidir, bir söz başqa bir ilahiyyatçıdan, bir söz başqa bir məsələn filosofdan, bir xarici fəlsəfəçidən eşidir və formalaşır və birdən-birə bir də baxırsınız bir neçə ildən sonra qərar qəbul edir. Bəli, ola bilər ki, bir bitkiyə, bir toxuma elə bir gübrə verərlər ki, o bir günün içində belə deyək çiçək açmış ola. Belə bir hallar olur. Bu dində də baş verir. Yəni bir ilahiyyatçının elə bir cümləsi qarşı tərəfə elə bir təsir qoya bilər ki, elə bir saatın içində o fikrini dəyişə bilər. Belə hallarla qarşılaşır. Amma bu çox nadir hallarda baş verir. Fazıl müəllim, düşünürəm ki, izləyicimizi qane edəcək şəkildə cavab verdiniz. Təşəkkür edirik. Çox sağ olun.